Salam uşaqlar, bugün güvənin 12 oktyabr 10-cu siniflər üçün olan sınavını müzakirə edəcəyik. Elə başlayaq birinci sualdan. Deməli, şərtdə bizdən istəyir ki, beşli say sisteminin rəqəmləri fərqli ən kiçik 3 rəqəmli ədədini onluq say sistemində qarşılığında tap. Demək, məqsəd nədir? Beşli say sistemində ən kiçik 3 rəqəmli ədəd düzəltməliyik. Və düzəltdiyimiz həmin o ədədi onluq say sisteminə keçirdəcəyik. Belə sadə bir sualdır, amma qarışıq deyil. Bir də nəzərə almalıyıq ki, ədəd sıfırdan başlaya bilməz. Onun üçün biz ən kiçik dediyinə görə 1-dən başlayacağıq rəqəm düzəldəndə. 1, 0 ikinci mövqedə istifadə edə bilərik və 2. 120 yaza bilmərik, çünki 120-dən balaca 102 var. Ona görə bu istifadə oluna bilməz. 102 rəqəmi düzəltdik və daha sonra onluğa keçirtməliyik. Onluğa keçirmə qaydası düşünürəm ki, hər kəs üçün məlumdur. Üzəri sıfırdan başlayaraq nömrələnir. Daha sonra hər bir ədədlər vurulur. 1-i vuracaq 5 üstü 2-yə. İstənilən ədədi sıfıra vursan cavab 0 elədiyi üçün bu bizim cəmdə təsir eləməyəcək. Və ona görə sıfırdan istifadə eləmirik. Yəni burada dolayısıyla yazmamışam, cəmləməmişəm. Daha sonra 2 vurulur. Və o da 5 üstü 0, istənilən ədədi üstü 0 eləyəcək bizdə 1. 2-ni 1-ə vursaq 2, 5-in kvadratı 25, bunların cəmi 27. Güman eləyirəm, hər kəs üçün aydın oldu.